Əhməd Yasəvinin xəlvətiyyəsi də türbəsinin alt qatında idi. Zəngəzur yolunun üstündəki Şəhri Şərifan da torpağın alt qatındadır. Rəvayətə görə, Əhməd Yasəvinin Türkistanda 12 min, uzaq ölkələrdə 99 min şagirdi və onun şeirlərini, yazdıqlarını adət-ənənəyə uyğun olaraq dünyanın dörd bir tərəfinə yayan çox xəlifələri var idi. İlk xəlifəsi Arslan babanın oğlu Mənsur ata idi. 1197-ci ildə Mənsur ata vəfat edəndə onun yerinə oğlu Əbdülməlik ata keçdi. Əbdülməlik atanın vəfatından sonra onun yerinə oğlu Tac Xoca keçdi. Daha sonra isə Zəngi ata kimi məşhurlaşdı. Zəngi atanın tarixi Əhməd Yasəvidən bəllidir. Yasəviniyə ən yaxın olan şagirdlərimizdən biri Süleyman ata, ikinci adı Həkim atanı fətva verib Türkistana göndərir. Ona deyir ki, sən gedib Ağdəvənin oturduğu yerdə yurt salarsan. Azərbaycandan Suriyaya, Suriyadan Misrə gedən Zəngi tayfaları ilə burada uyuyan Zəngi babanın hər hansı bir əlaqəsi ola bilərmi? Əhməd Yasəvinin başqa bir şəhərdi isə İmadəddin Mahmud Zəngi və ya oğlu Nuriddin Zəngi idi. Onlar da təsəvvüf elminin yetirmələri idi. Onların izini isə başqa yerə göndərir və İslam təriqətini yayırlar. Buralara təsəvvüf aləmində tanınmış Ay Xoca, Paşa Xoca Zəngi ata adında bir gənc gəlir. Həkim atanın yanına gəlib çıxır. Bu adamın əsas işi çobanlıq olur. Ətrafda yaşayan adamların mal heyvanına çobanlıq edir. Tarixin təqvimlərini daha dəqiq araşdıranda belə nəticəyə gəlmək olur ki, istər Daşkənddə uyuyan Zəngi ata və Mosulda atabəylik edən Zəngi sülaləsi də Böyük Əhməd Yasəvinin müridləri idilər. Əhməd Yasəvinin ehtiram etdiyi Arslan baba adının Nurəddin Zənginin ordusunda xidmət edən bir sərkərdənin də daşıması belə düşünməyə əsas verir ki, Zəngi sülaləsinin əskərləri Səlcuqların hökmdarlığı zamanında mövcud idi və elə Əhməd Yasəvinin arzu etdiyi bir cəmiyyətin savaşını aparırdılar. Zəngilər hətta Qırğızstana qədər gedib çıxıblar. Məsəl üçün Çoxan Vəlixanov, məşhur Qırğız aydını 19-cu əsrdə yazıldı ki, Malqaranın özünün iyələri var. Ümumiyyətlə, bütün varlıq, Türk inancına görə bütün varlığın iyəsi var. Türk inancında bir tanrıdır. Yerdə qalan teonimlər isə iyədirlər. Yəni, çayın iyəsi var, dağın iyəsi var, Malqaranın iyəsi var. Bir də ki, Özbəkistanda Zəngi ata məqbərəsi var. Onu da rəhmətlik Fatih Əmir Teymur abadlaşdırıbdır. Bu Zəngi babanın bizim zəngilərlə hansı əlaqəsi vardır? Çoxan Vəlixanov yazır ki, Malqara iyəsinə Kambarata deyirlər. Kambarata. O davar, xırda buynuzluların iyəsinə də Zəngi ata deyirlər. Yəni, o Zəngi boynun qutsal mənada işlətdiyi sözdür. Kambarata ilxini qoruyan ruhlu iyədir, Kambarata. Vəlixanovun yazdığına görə. Amma Zəngi ata, Malqara heyvandır. Bu əgər Qırğızstana gedib çıxıblarsa, təbii ki, Türkmənistandan da keçiblər, Özbəkistandan da keçiblər. Və səndə misallarda həmin mənada işlənir. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngilan, Zəngəzur bölgəsində yaşamışlar.
Ümumiyyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi Zəngi boyları da sonralar geniş əraziləri yayılmışdı. Zəngilərin İslamı müdafiə etməsi və xaçlılara qarşı görüşlərdə qazandıqları uğurları şərqdə, o cümlədən Mavərənnəhirdə onların nüfuzunu artırdı. Təsadüfi deyil ki, Nurəddin Zəngi və Səlahəddin Əyyubinin nümunəvi liderlik modelləri daha sonra Orta Asiyada ideal müsəlman hökmdar obrazı kimi təqdim olundu. Oğuz Türk tayfalarının, Qıpçaq tayfalarının atla keçdiyi İpək yolunun üstündəyik. Burada olan Əmir Teymur darvazaları Əmir Teymurun hakimiyyəti illərində qurulmuşdu. Bu darvazadan keçənlər gömrük haqqı verirdilər. Bu yol həm də Zəngəzura gedirdi. 11-ci əsr Azərbaycan xalqının tarixində ən mühüm mərhələlərdən biridir. Məhz 11-12-ci əsrlərdə Qafqaza şimaldan Hun və Qıpçaqların, cənubdan isə Səlcuq türklərinin axını başladı. Daha sonra isə bu türk yürüşü Çingiz xanın və Teymurləngin basqıları ilə davam etdi. Bu dövr bəlkə də Qafqazın türklərə nəfəs aldığı, türk hayqırtısı, türk qüdrəti, türk hökmranlığı ilə dolub daşdığı bir dövr idi. Qafqazda nəinki bütün xalqların, eləcə də bütün canlı və cansız aləmin türk ahənginə kökləndiyi bir dövr idi. Bu dövr 1000 ildən artıq bir zaman kəsiyində Qafqazda yaşayan prototürklərin böyük türk axını sayəsində Səlcuqlar, Qıpçaqlar, Tatar Moğollar, Hunlar, Oğuzlarla qaynayıb qarışaraq müasir Azərbaycan türkü etnosunun formalaşıb qurtardığı tarixi dövrdür. Zəngəzur əhalisi, əski Zəngəzur türkləri də bu prosesdən kənarda qalmamışdılar. Səlcuq imperiyasının böyük hökmdarlarından biri Sultan Alparslan 1065-ci ildə Qapan şəhərini tutaraq Süniki öz hökmranlığı altına aldı. Bu dövrdən sonra Zəngəzurda uzun illər davam edən türk hökmranlığı başladı. Adları qədim mənbələrdə Sangi kimi qeyd edilmiş zəngilərin əsasən Qərbi Azərbaycanın İrəvan mahalı ərazisində yaşadıqlarını isə tarix özü sübut edir. Sultan Nurəddin Mahmud İbn İmadəddin Zəngi İbn Ağsunqur, ədalətli hökmdar mənasını verən Əl-Məlikül Adil, Nasirüddin Əmirül Möminin kimi ləqəblərlə tanınırdı. Bu ləqəblərin hamısı Nurəddin Zənginin şəxsiyyətində təcəssüm edən fəzilətləri əks etdirirdi. O, Səlcuq türk nəslinə mənsub olub, kökləri Azərbaycanın qədim Sabyub tayfasına dayanırdı. Zəngilər iki böyük qoldu. Biri Güney Azərbaycan və Quzey Azərbaycanda 12-ci əsrin ortalarından, sonlarından 13-cü əsrin 50-ci illərinə qədər dövlətlər qurduqları dövlət məlumdur. Zəngi bəylik olub, Zəngi dövlət olub və Səlahəddin Əyyubi də onların içində böyüyübdür. Amma onun da kökü İrəvandandır. Vedeniyanda Divin kəndi var, orada şadırlar yaşayıb. Bunun əmsi deyir ki, biz Şadlı boyundan gəlmişik. Yəni bunun ulu babaları oradan köçüb Bağdada, İraqa orada yaşayıblar. O bölgələr vaxtilə eradan əvvəl 9-cu əsrin sonlarından başlayaraq Sangibuti vilayəti adı ilə tanınırdı. Hansı ki, bu Sangibuti vilayətinin adı nəinki Assur mənbələrində, hətta
Urartu mənbələrində qeyd olunurdu Sangi tayfalarının yurt yeri kimi. Zəngi tayfalarının adları orta əsr qaynaqlarında da çəkilir. Zəngi tayfaları Türk İslam dünyasının fəxri olan bir tayfa olmuşdu. Bir sülalə 5 atabəylik qurmuşdu. Mosulda, Hələbdə, Dəməşqdə, Səncərdə, Cəzirədə zəngilərin himayəsində olan digər tayfalar, onların içərisindən çıxmış, tanınmış, deməli, İslam dünyasının tanınmış sərkərdəsi Səlahiddin Əyyubi məhz İmadəddin Zənginin himayəsində böyümüşdü və onun sarayında qulluq eləmişdi. Onunla birlikdə 1174-cü ildə Misri fəth eləmişdilər. Nurəddin Zəngi dağılmaqda olan dövləti qurub yenidən yaratdı. Ömür sürdüyü ölkədəki xalqının lideri oldu. Onları mübarizə etməyi öyrətdi. Zəfər və qələbə şərbətini içirdi. Bir zamanlar ərəblərə qarşı üsyana qalxan Zəngi tayfalarının igidləri və sərkərdələri Misirə gedəndən sonra isə xaçlı səlibçilərə qarşı üsyan etdilər. Nurəddin Zəngi də səlibçilərdən azad etdiyi torpaqlarda həmən qurub yaratmaq işlərinə başladı. İlk inşa etdiyi evlərdən biri də Misirlilərin indiyə qədər yaddaşlarından qalan bimarxana, yəni şəfaxana idi. Ölkədə xəstəliklər yayılması ucbatından ünü yetdiyi, ələ çatdığı hər yerdən həmin xəstəxana hospitala ən bilikli loğmanları, təbibləri gətirdi. O, xalqının sağlamlığı üçün çalışdı. Biz Türklər bir ağacın budaqlarıyıq, bir yumruğuq, böyük Hunlar dövlətindən, böyük Göytürk dövlətindən, ondan sonra yüksələn Böyük Səlcuq dövlətindən gəlirik. Bu Böyük Səlcuq dövlətində pərvəriş tapmış Zəngilər dövləti vardı. Bu Səlcuqlar dövlətinin ən tanınmış isimlərindən biri də Nuriddin Zəngidir. Zəngilər sülaləsidir. Onlar Səlcuqlar dövlətinin yüksəlişində, böyüməsində böyük xidmət göstərdilər. Zəngilərin ən parlaq iki siması İmadəddin Zəngi və oğlu Nurəddin Zənginin apardıqları siyasət nəticəsində səlibçilərin bölgədəki təsiri zəifləmiş və onlardan sonra bu siyasəti Səlahiddin Əyyubi davam etdirərək Qüdsü xilas etmişdi. O tarixdən bugünə qədər İmadəddin Zəngi Urfa, Nurəddin Zəngi Misir, Səlahiddin Əyyubi isə Qüds fatihləri hesab olunurlar. Nurəddin Zəngi və Səlahiddin Əyyubi şəhərlər qurub infrastrukturlar yaradırdılar. O vaxtın tarixçi alimi İzuddin bin Şəddad yazırdı ki, təkcə Hələb şəhərində 54 mədrəsə vardı. Belə mədrəsələrin tikilməsi də Əhməd Yassəvi yolunun davamı idi. Həmin elm ocaqlarında hədislərdən ibarət 8 elmi əsər və 31 kitab sufi öyüdləri çap olunmuşdu. Türk dünyasında ilk şəfaxananı Nuriddin Zəngi Mosulda inşa etdirmişdi. Zəngi tayfalarının ən gözəl xüsusiyyəti və amalı insanlara yaxşılığı idi. Biz türklərin çox gözəl bir xüsusiyyəti var. Biz qonaqpərvər xalqıq. İkincisi isə fəqət yaxşılıq etmişik, yaratmışıq. Torpaqlarımızda hansı türk hökmdarı dövlət qurubsa, birinci tikib qurmağı üstünlük verib. Nuriddin Zənginin şəfaxanası kimi. O zamanki xalq təbiblərini bir yerə yığırdı ki, insanlara xidmət göstərsin. Nuriddin Zəngi ənənələrini isə sonraki türk hökmdarları davam etdirdilər. Asur mənbələrində adı Sangibuti kimi qeyd edilən Zəngəzur və Zəngilan İpək yolunun üstündə yerləşdiyindən şimaldan şərqə, şərqdən qərbə, cənuba gedənlər buradakı karvansaralarda dincəlirdilər. İspan səyahətçisi Kastiliya və Leon kralı 3. Enrique Trastamaranın elçisi Roy Gonzales Əmir Teymurla görüşmək üçün Azərbaycandan keçdiyini və Sanqa şəhərində 2 dəfə gecələdiyini bildirir. Şənbə günü, fevralın 21-də Teymur bəyin atları Sultaniyə şəhərindən çıxıb, əvvəllər dayandıqları Sanqa adlı bir şəhərdə gecələdilər. Ertəsi gün, bazar günü, yolda dayanmış böyük bir evdə gecələdilər. Üçüncü gün, çərşənbə axşamı, Miyan adlı kənddə gecələdi. Ertəsi gün, çərşənbə günü, Tunqular adlı kənddə və sonra isə Uqan adlı kənddə gecələdi. Firidun müəllim, Zəngilərin tarixinin 3000 il əvvələ getdiyini deyirsiniz və bizim üçün həm də itirilmiş tarixdir. Necə oldu ki, bu tarix
itirildi. Bu, bugünkü araşdırmaçılar üçün də, alimlər üçün də həm maraqlıdır, həm də çox çətin bir mövzudur. Adətən Türkün tarixi yazılanda bu ərəb əlifbası ilə ki başlandı poemalar, şeirlər, hekayələr yazılmağa, tarixi sənətlər ərəb əlifbası ilə. Ona görə ərəb əlifbasından qabaqki yazılardan Türk tarixində heç vaxt söhbət olmur. Halbuki ərəb yazısından qabaq çoxlu yazılar var. Qədim Orxun yazılarıdır. Sonra həmin əlifbada Azərbaycanda, Anadoluda, hər yerdə yazılar tapılıbdır. O tarixlərdən danışan yoxdur. Zəngilər Özbəkistanın əsasən Xarəzm vilayətindən gəlirdi. Zəngilərin tarixinin silinməsi və öyrənilməməsində həmin dövrlərin siyasi ab-havası böyük rol oynadı. Yeni hakimlər, yeni dövlətlər qurulduqca Zəngilər tarixi unudulmağa başladı. Bugün Zəngi ata, Zəngəzur adları da həmin Zəngi tarixinə bağlıdır. Bütün bu toponimlərin kökünə gedirsən tayfa adına çıxır. Zəngi etnonimlə tayfa adı. Tayfa adına da baxanda onun o kutsallığını ölçüb biçəndə görürsən ki, bu ən qədim tayfa adlarından biridir. Türk. Niyə? Çünki bunun kutsal qatı da var. Zəngi baba. İndi onu axtarmaq lazımdır ki, o Nurəddin Zəngilinin 3000 il qabaqki babası oradakı Zəngidir, yoxsa buradakı Zəngi. Bunu axtaran lazımdır. Asur yazan Mirzə yazılıb. Zəngi budur. Biri Urmiya gölündən yuxarıdır, o qırmızı belə tarihi alınıbdır. Çox böyük ərazisi var. İndiki Xoydu, nə bilim, Poldəşdi, daha Ordubadlı ərazidən bu tərəfəki ərazilərinə qədər uzanan böyük bir mahaldır. Zəngi mahalı, Zəngi budur. Maraqlıdır ki, Urmiya gölünün şimalında olan Sangibuti vilayətinin adı ilə orta əsrlər dövründə Zəngi tayfasının adı arasında bir uzun dövr olsa da çox maraqlı bir soy kök yaxınlığı var və bir coğrafiya yaxınlığı var. Maraqlıdır ki, Zəngilər yaxın şərqdə Səlcuq dövlətinin zəiflədiyi dövrdə meydana gəlmiş bir sülalə kimi tanınmış, bir aşirət kimi tanınmış. Aksunqurun dövründə artıq siyasi və hərbi hakimiyyət ələ keçirmişdilər. Aksunqurun oğlanları regionda ən böyük şəhərlərdə, Mosulda, Hələbdə, Dəməşqdə, Cəzirədə, Əs-Sincarda ağalıq eləyirlər, atabəyliklər qurmuşdular. 11-14-cü əsr arasında tarixdən silinən Zəngi tayfalarının izi haqqında 14-cü əsrdə Kastiliya və Leon kralı 3-cü Enrique Trastamarranın elçisi Ruy Gonzales Əmir Teymurun Azərbaycanda hakim olan oğlu Miranşahın qəbuluna gələrkən Zəngi xərabətlərindən keçir və həmin yeri belə təsvir edir. Gecə biz Teymur bəyin atları ilə demək olar ki, tamamilə yaşayış olmayan Sanqa adlı bir şəhərə gəldik. Onlar deyirdilər ki, bu əvvəllər İranın ən böyük şəhərlərindən biri olub. Şəhər hündür, ağacsız dağların iki silsiləsi arasındakı vadidə uzanırdı. Onun divarı uçulmuşdu. Uçulmuş divarın o biri üzündə içərisində böyük evlər və məscidlər var idi və küçə boyu çoxdan istifadə olunmayan arxlar keçirdi. Deyilənlərə görə Dara bu yerlərin hökmdarı imiş. İskəndərlə döyüşməyə də bu şəhərdən yola düşübmüş. Teymur bəyin adamları burada çox yaxşı qarşıladılar. Yemək-içmək verdilər. 2 gün gecələdilər. Sonra onlara hökmdarın atlarından verildi ki, yollarına davam etsinlər. Məşhur astrolog Simo Parpola Yeni Assuriya toponimləri lüğətində deməli Güney Azərbaycanda Urmiya gölünün şimalında və qərbində Sanqili adlı Huti tayfasından bəhs edir. Sonrakı dövrdə eradan əvvəl 739-708-ci illərdə Assur hökmdarı 3-cü Tiqrat Balasar Urmiya gölünün şimalında Sangibuti, Sangi elinin, Sangi mülkünün torpaqlarını üzm edir. Əslində Sangibuti adının izahında Sangi tayfa adı Qutilərin bir qolu.
bir aşirəti. Buti isə Arami dilində beyt-bit ifadəsinin, yəni ev, mülk mənasını bildirən, torpaq mənasını bildirən Sangi ölkəsi kimi mənbələrdə, Aşur mənbələrində əks olunmuşdur. Şəhri Şərifan vətənimiz işğaldan azad olunandan sonra işğaldan azad olundu desək daha yerinə düşər. Çünki alimlərimiz qazıntı işləri apararaq bu qədim şəhəri tapdılar. Bu qədim şəhərin tarixi də məhz zəngilərin dövləti olduğu vaxta təsadüf edir. Tarixi mənbələr və daş kitabələrdə olan yazılar, naxışlar onu deməyə əsas verir ki, həqiqətən də Zəngəzurun üzərində böyük dövlət formalaşmışdı. Həkər çayın aşağı axarı boyunda Şərifan kəndinin şimal-qərb tərəfində yerləşir. 9-cu əsrdən formalaşmağa başlayan Monqol yürüşlərindən sonraki 14-cü, 17-ci əsrlərdə yüksəliş dövrü keçirən bu şəhər karvan yolları üzərində mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdu. Xudafərin körpüsündən 15 kilometr qərbdə yerləşən bu şəhər Orta əsr Azərbaycan şəhərləri arasındakı mədəni əlaqələrdə əhəmiyyətli rol oynamışdı. Əfsuslar olsun ki, tarix yazanların kitabında Şəhri Şərifanın Zəngəzur yolunun üstündə yerləşməsi haqqında Zəngi tayfalarının bu şəhərin yüksəlişində oynadığı rol haqqında danışılmır. Adı bəlli, Zəngi tayfaları əgər Mərkəzi Asiyaya, Mosula buradan keçən İpək yolunun üstü ilə keçirdilərsə, demək burada qurduqları dövlətin nişanəsi qalmalı idi. Şəhri Şərifana diqqət etdikdə isə belə nəticəyə gəlmək olur ki, bu məkan da elə Əhməd Yasəvinin xəlvətiyyəsi və mədrəsəsi qədər gizli və sirlidir. Şəhri Şərifan məkanına baxanda bir daha ehtimal etmək olur ki, Şərqin və Türk dünyasının böyük mütəfəkkiri Əhməd Yasəvinin müridləri və onun ideyalarını burada da yaymışdılar. Unudulmuş tariximiz, itirdiyimiz tarix. Həmin itirdiyimiz tarix indi yerin altından çıxaraq bizə bələdçilik edir. Ən maraqlısı da odur ki, bu Şəhri Şərifan deyilən məbəd elə Türkistanda məşhur olan Əhməd Yasəvinin xəlvətiyyəsi kimi xəlvətə çəkilib desək yanılmarıq. Bu itirilən tariximizin içərisində isə dağılmış şəhərlər, uçurulmuş yurtlar var. Hal-hazırda biz Zəngilan rayonunun Şərifan kəndi ərazisində 2020-ci ilin oktyabrında Zəngilan rayonu azad olunandan sonra bir çox tarixi abidələrimiz kimi Şəhri Şərifanın qalıqları da öz azadlığına qovuşdu və bu abidə tədqiq olunmağa başladı. Azərbaycan Milli Elmlər Akademiyası mütəxəssisləri, arxeoloqları burada qazıntılara başladılar və bu cür qədim bir hücrəni, zaviyəni, bir ibadət ocağını aşkara çıxartdılar. Misirin Qahirə şəhərindəki bu qala da Nurəddin və Səlahəddin Zənginin inşa etdirdiyi müdafiə qalasıdır. Bu qala demək olar ki, bizə Özbəkistanın Buxara şəhərindəki Ərk qalasını xatırladır. Ərk qalasının qədim tarixi eramızdan əvvəl 5-ci əsrə gedib dayanır. Daha sonra isə qala Samanilərin dövründə 9-10-cu əsrlərdə yenidən inşa edilir. Əgər alimlərin də qeyd etdiyi kimi, Zəngilər bu ərazilərə də gəlib çıxmışdılarsa, demək Misirdəki bu daşlı qala həmin mədəniyyətin Misirə Zəngilər tərəfindən daşınan yeni formasıdır. Hər iki müdafiə qalasına baxanda bir daha görürük ki, yenə də daş tarix bizə şahidlik edir. Səlahəddin Misirdə hakimiyyətə gəldikdən sonra Nurəddin Zənginin göstərişi ilə Qahirənin müdafiəsini təmin etmək üçün Müqəddəm dağı üzərində möhkəm bir qala, sonralar Qala Əl-Cəbəl və ya Səlahəddin qalası adlanan istehkam inşa edilmişdi. Bu qala sonraki əsrlərdə Misirin hərbi siyasi tarixində böyük rol oynamış. Nuriyyə, Əyyubi, Məmlük və Osmanlı hakimiyyətləri dövründə həm güclü müdafiə istehkamı, həm də idarəetmə mərkəzi kimi fəaliyyət göstərmişdi. Biz Zəngi tayfalarının izlərini həm Özbəkistanda və həm də Azərbaycanda axtaranda bir həqiqəti dərk etdik ki, Zəngillərin hökmdar olduğu zamandan sahibkiran Əmir Teymurun vaxtından üzü bəri baxan dağlar da, dərələr də
öz görünüşünü dəyişməyib. Diqqətlə baxanda bu yarğanların, bu yolların hamısının Zəngilandan boylanan coğrafiyaya necə oxşar olduğunu görürük. Sonra Zəngəzurun özü böyük dağ silsiləsidir. Deməli, oradakı zəngilər yaşayıbdı. O dağ silsiləsinə Zəngəzur deyiblər. Sur, yəni o qalaları, surları olur. O dağlarda elə qala surları kimidir, yəni müdafiə qalasına oxşuyur. Bir çox araşdırmaçılar Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləri olduğunu yazırlar. Zəngi tərəsi adı ilə Özbəkistanda çoxlu toponimlər indi də qalmaqdadır. Zəngi, Zəngitəpə, Zəngərik və s. Daha dərin araşdırmalar nəticəsində isə belə məlum olur ki, Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnmişdilər. Qazaxstana, Əfqanistana, İrana və Qafqaza gələn Zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başlayırlar. Zəncan və Zəngəzur adından savayı Zəngilərlə bağlı onlarca toponim saymaq olar. Türkiyədə Ərzincan, Gürcüstanda Zəngişanlı, Zəngənə, Azərbaycanda Zəngilan, Sanqaçal, Qobustandan keçən Zəngi çayının sol sahilindəki Nərimankənd mağaraları, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngi çayı İrəvan mahalında Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi Zəngi komponenti ilə bağlı toponimləri saymaqla bitmir. Şəhri Şərifanın bir üstünlüyü ondan ibarətdir ki, Araz çayı boyunca yerləşən, deməli Qarabağdan, Zəngəzurdan Naxçıvana gedən və hal-hazırda beynəlxalq miqyasda çox böyük önəm kəsb eləyən Zəngəzur dəhlizinin üzərində yerləşən ən qədim şəhər Azərbaycan şəhəridir. Hal-hazırda biz durduğumuz yer Azərbaycanın Zəngəzur bölgəsində ən qədim şəhər mərkəzi olmaqla yanaşı cənubdan şimalı, şərqdən qərbi birləşdirən Turan yolunun sanki qapısında yerləşir. Biz hal-hazırda Turanın qapısı olan Zəngəzurdayıq. Zəngilər dövləti... Səlcuqlar dövlətini yaşadan Zəngilərdən danışanda Osmanlı dövlətinin yaranmasını unutmamalıyıq. Osmanlı dövləti öz əsasını Səlcuqlardan, Zəngilərdən almadımı? Səlcuqlar dövləti 11-ci əsrdə yaranandan sonra onların davamçıları Osmanlılar dövləti, Teymurilər dövlətinin davamçıları Baburilər dövləti 1858-ci ilə qədər yaşadı. Xalqlar, millətlər üçün ən faciəvi hadisə tarixin unutulması və ya unutdurulmasıdır. İllərdə Azərbaycan türkünün də başına bu faciələr gətirilməkdədir. Amma qan yaddaşı bir gün mütləq özünü biruzə verir. Tarix yenidən təkrarlanmağa başlayır. Yüzillərdir bizə də Zəngəzuru unutturmaq, tarixdən silmək istəyirdilər. Lakin bugün eyni ilə Nurəddin Zənginin taleyini yaşayan, onun kimi torpaqları və xalqı uğrunda vuruşan Azərbaycan prezidentinin iradəsi vəzmi ilə biz yenidən öz tariximizi varaqlayırıq. Zəngəzurun daşlı kəsəkli yolları yenidən Böyük İpək yolunun bir hissəsinə çevrilməkdədir. Beynəlxalq dəhlizin bu ərazidən keçməsi Şərqi Zəngəzurun canlanmasını stimullaşdırmaqla yeni iqtisadi perspektivləri dəstəkləyən bir katalizator olacaq. Yeni ticarət marşrutlarının yaradılması bölgədə beynəlxalq tranzit şəbəkəsinə inteqrasiya edəcək və bölgənin iqtisadi yüksəlişinə mühüm təkan verəcək və uzunmüddətli inkişafı təmin edəcək. Bir neçə il əvvəl Azərbaycan prezidenti İlham Əliyev əminliklə deyirdi ki, bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır, biz qayıdacağız əlbəttə. Dediyim kimi Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək. İnsanlar oraya qayıdacaq, rahat öz dədə-baba torpağında yaşayacaqlar.
Tarix bu gün də Zəngəzursuz ötüşə bilmir. Dünyanın Zəngəzura, burada yaşayan sülhsevər insanlara ehtiyacı var. Zəngəzur dəhlizinin üzərindəyik. O dəhlizin üzərində ki, filmimizin əvvəlində dediyimiz kimi, buradan Zəngi tayfalarının, Zəngi dövlətinin sərkərdələri ötüb keçmişdilər.